Və Allahla sadiq olmaq, sadiqlik mövzusunda qalmışıq. Deməli, Allahla sadiq olmaq, Peyğəmbərlərin vəsfidir. Allahın dostlarının sifətindəndir. Allah Teala buyurur Məryəm surəsində: "Vəzkur fil kitabi İbrahim." Sən kitabda İbrahimi xatırla. İnnehu kana sıddiqan nebiyyə. Həqiqətən o sıddiq peyğəmbər idi. Və Allah Teala xəbər verir ki, o Rəbbinə dua edir və deyir ki: "Vəc'alli lisane sidqin fil axirin." Məni sonra gələnlər arasında dillər əzbəri et. Yəni məndən sonra gələnlər özünə xeyirdə nümunə götürsün. Və bu Allah Teala'nın nemətidir ki, bir insanı başqaları xeyir əməllərdə nümunə götürür. Sonra gələnlər xeyir işlərdə onu nümunə götürürlər. Və Allah Teala xəbər vermişdi ki, İbrahim peyğəmbərə rəhmətindən vermişdi. O vəhabnə ləhum min rəhmətinə. İbrahim peyğəmbər və onun oğlanlarına Allah Teala buyurur ki, biz ona və onun oğlanlarına öz rəhmətimizdən verdik. Yəni onları peyğəmbər etdik və onlara lütf fəzilət verdik. Və cealnə ləhum lisane sidqin aliyyə. Və sonra gələnlər arasında biz onlara dillər əzbər etdik. Yəni insanlar yaxşı xatırlayırlar. Və bu da Allah Teala'nın rəhmətidir. Və burada mühüm bir iş gəlir. Mühüm məsələ. Hər bir yaxşı əməl sahibi, muhsin insan, onun ehsanı, yaxşılığının dərəcəsi, səviyyəsinə uyğun Allah Teala onu dillər əzbərə edir. İnsanların dilində yaxşı xatırlanılır. Və peyğəmbərlər də muhsinlərin imamları, başçılarıdır. Və Allah Teala onlar üçün sonra gələnlər arasında gözəl xatirə qoydu. Və Allah Teala İsa aleyhissalamın anası Məryəm haqqında deyir ki, və ummuhu sıddiqa. Onun anası sıddiqa idi. Və Allah Teala Muhammed sallallahu aleyhi və səlləmi xatırlayır, vəsf edir ki, o sadiqliyi, doğruluğu gətirmişdir. Və Əbu Bakır və başqa digər müsəlmanlar da sadiqlərdir. Zümer surəsində buyurur: "Vallezî câe bis-sidqi və saddaqa bihi." O kəs ki, sadiqliyi, doğruluğu gətirib və onu təsdiqləyən, doğrulayanlar ulaikəul muttaqun, məhz onlardır müttəqilər. Və sadiqlik Peyğəmbər sallallahu əleyhi və səlləmin səhabələrinin vəsfidir. Allah Teala buyurur: "Minel mu'minin rical." Möminlərdən elə kişilər var ki, onlar Allaha verdikləri əhdə vəfalı, sadiq olublar. Və minhum men qada nəhbə. Onlardan bəziləri artıq dünyadan köçüb gedib Allaha verdiyi əhdi doğruldub, sadiq olub və eləsi də var ki, hələ əcəlini gözləyir. Və həmçinin sadiqlik, doğruluq cənnət əhlinin sifətlərindəndir. Allah Teala buyurur: "Əs-sabirinə vəs-sadiqinə vəl-qanitinə vəl-munfiqinə vəl-müstəğfirinə bil-əshar." Səbr edənlər, yəni səbirlilər, sadiqlər, Allaha davamlı itaətdə duranlar, Allahın verdiyi ruzdən xərcləyənlər və səhər vaxtı istiğfar diləyənlər. 5 sifət cənnət əhlinin sifəti kim keçir? Hamısı bir ayədə, Əl-İmran surəsi 17-ci ayədə. Yəni səbr edənlər, sadiqlər, davamlı ibadətdə, itaətdə duranlar, Allahın verdiyindən xərcləyənlər və bir də səhər vaxtı istiğfar diləyənlər. Və bax, Allah Teala bunları vəsf edir. Səbirlidirlər, sadiqdirlər, davamlı itaətdədirlər, xərcləyirlər və axırda nə deyir? İstiğfar diləyirlər. Səhər vaxtı günahlarından bağışlama diləyirlər. Yəni, bu cür gözəl vəsflər var. Səbir, sadiqlik, davamiyyətli ibadət, itaət, xərcləmək və yenə də Allah Teala'dan bağışlanma, istiğfar diləyirlər. Allah Teala bizi onlardan etsin. Və Allahla sadiq olmağın növləri vardır. Bir neçə növü var. Növlər çoxdur, bəzilərini zikr eləyək. Allaha imanda, Allahın şəriətinə təslimiyyətdə sadiqlik. Və Allah Teala
insanları yaradıb və Allah bilir ki, insanlar üçün yararlı, xeyirli olan şey nədir? Və Allahın şəriəti bütün xeyirləri özündə şamil edir. Və insanlar üçün ən xeyirli olan Allah Teala'nın şəriətidir. İnsanlar üçün ən yararlı, ən xeyirli olan Allahın şəriətidir. İbn Məsud radiyallahu anh deyir ki, əgər eşitsən ki, Allah Teala deyir, ey iman gətirənlər, ya eyyuhəllezine əmənu, deyir, buna qulaq ver, diqqətlə qulaq ver, dinlə, sənə bir xeyirdir ki, onu əmr edir və yaxud da şərdir səni çəkindirir. Ya eyyuhəllezine əmənu deyildikdə, diqqətli ol, qulaq as, ya xeyirdir sənə əmr olunur, ya da ki, sənə qadağa olunan bir şərdir. Və heç kəsə də icazəli deyil ki, Allah Teala'nın şəriəti, Allahın əhkamları, Allahın hökmlərinə qarşı etiraz eləsin. Misal üçün, Allah Teala Qur'an'da deyir ki, kişilər qadınlar üzərində ixtiyar sahibidir. Və heç bir qadına icazəli deyil ki, buna etiraz eləsin. Və həmçinin miras bölgüsü, və həmçinin qadınların hicablanması, Müsəlman qadının hicabla örtülməsi, şəriətin buyurduğu hicab, yəni öz istədiyi, nəfsinin xoşladığı hicab yox, şəriətin buyurduğu formada hicablanması. Çünki indiki dövrdə elə hicablar var ki, onun üzərindən başqa bir hicaba ehtiyac var. Və əksinə hər bir müsəlman Allah və Rasulun əhkamlarını, hökmlərini tam şəkildə qəbul edərək, boyun əyərək, təslimiyyətlə qəbul etməlidir. Allah Teala buyuruyor Ahzab suresi 36. ayədə: "Və mə kana limu'minin və la mu'minatin izə qadallahu və rasuluhu emran en yekun lehumul xeyratu min emrihim." Heç bir mömin kişi və mömin qadına Allah və Rasulu hər hansı bir işdə hökm etdiyi zaman öz işlərində başqa bir seçim etmək yaraşmaz. Möminə, əgər mömindirsə, Allah və Rasul hər hansı bir şey əmr edibsə, hökm veribsə, möminə yaraşmaz ki, başqa bir yol seçsin. Və keçmiş salih müsəlmanlar da belə idi. Misal olaraq, qadınlar, sahabə qadınlar, 1400 ildir onlar misal çəkilir. Yəni, qadın Allahın əmrinə itaət etməsində bir nümunə, misal çəkilir. Ayşə radiyallahu anh deyir ki, ilk mühacir qadınlara Allah rəhm eləsin. Nə vaxt ki, bu ayə nazil oldu, Nur surəsi 31-ci ayə. وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ Allah da əmr edir. Deyir ki, ximarlarını, baş örtüklərini yaxalarına, başdan açsınlar. Bu ayə nazil olduqda qadınlar, yəni başqa yerdə olanlar da var idi. Yəni öz rəfiqələrinin yanında. Onlar yəni üst geyim, yəni üstdən əlavə atılan geyim orada, mırtın deyilən, murutun, plaş formasında. Onu cırırlar və onunla hicablanırlar. Əmrə dərhal tabi olurlar. Yəni demirlər ki, gedək, hicab tapaq, hicab alaq. Demirlər ki, gedək, hicab alaq, hicab tapaq. Ondan sonra əmri yerinə yetirək. Dərhal, eşidən kimi, yəni o üzərindən atdıqları əlavə paltarı cırıb, doğrayıb, tez hicablanırlar. Bu da onların imanda, Allaha və Rasuluna təslimiyyətində sadiqliyinə bariz nümunədir. İkincisi, Allahla İxlaslı olmaq, niyyətin xalis, ixlaslı olmasında sadiqlik. Nədə sadiqlik? İxlasda sadiqlik. Çünki ixlasın özünün sadiqliyə ehtiyacı var. İxlasın özünün sadiqliyə ehtiyacı var. Və bu da necədir? İnsanın danışdığı sözlər, etdiyi əməllər, hərəkətləri, sakit dayanması, bütün bunlar yalnız və yalnız Allah Teala'nın razılığını umaraq etməsi. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, İnna Allah la yaqbalu minal ameli illa ma kana lehu khalisan ve butuya bihi veçhuhu. Allah Teala əməllərdən yalnız xalis, Allah üçün olan və Allahın üzü istəniləni qəbul edir. Allah Teala başqa əməli qəbul etmir. Əgər xalis Allah üçün deyilsə və Allahın üzü istənilmirsə hər hansı bir əməldə, sözdə, hərəkətdə nə istiyorsun, Allah Teala onu qəbul etmir.
Halis Allah üçün Allahın üzünü istəyək. Allahın üzünü istəyəndə deyəndə həm burada Allah Teala'nın üz sifətinin isbatı vardır ki, Allah Teala'nın üzü var, öz əzəmətinə, ucalığına, cəlalına layiq şəkildədir. Məxluqun üzü isə öz naqisinə layiqdir. Və həmçinin ixlas və bir də ki, qiyamət günü Allah Teala'nın üzünü görmək istəyi var burada. Allah Teala bizi müvəffəq eləsin. Və ixlaslı insan, ixlasında sadiq olan insan etdiyi əməldə heç birisində öz əməlinə Allahdan başqa şahid axtarmır. Yəni istəyində, qəlbində etdiyi əməllərə Allahdan başqasının şahid olmasını istəmir. Bu ixlaslı sadiqlikdir. Və istəmir ki, Allahdan qeyri kimsə ona etdiyi əmələ görə nəysə mükafat, nəysə bir təşəkkür etsin. Və kim də niyyətində Allahdan qeyrisini umarsa, bu insan özünü Allahın əzabına məruz qoymuşdur. Allah qorusun. Allah Teala buyurur Hud surəsi 15-16-cı ayədə: "Mən kana yuridul hayatad-dunya və zinətə." Kim, hər kim, yəni kim istiyor olsun, dünya həyatını və onun bəzəyini istəyərsə, yəni istək hardadır? Qəlbdədir də. Nuvaffi ileyhim a'malahum fiha və hum fiha la yuxasun. Biz onlara dünyada etdiyi əməlləri tam şəkildə verərik və heç nə azalmaz, naqisləşməz. Amma nədir sonra? Ulaikellezine leysa lehum fil ahireti en-nar. Bunların axirətdə payı ancaq oddur. Yəni kim əməlləri ilə, danışdığı sözlərlə, hər hansı yaxşı işləri ilə dünyanın bərbəzəyini adsan, insanların tərifi, insanların sevgisi, hətta başqa dünyanın mənfəət istəyərsə, Allah təala ki, biz onu verərik. Amma axirətdə insana oddan başqa bir şey yoxdur. Və habitat ma sana'u fiha, və onların dünyada etdiyi əməllər puç oldu. Və batilun ma kan ya'malu, etdiyi əməllər də batildir. Yəni insana əziyyət çəkir. Bu qədər iş görür, 50-60 il yaşayır, amma istəyi dünya mənfəəti, dünyanın bərbəzəyi olduğu üçün görürsən axirətdə heç nə yoxdur. Allah qorusun. Məlik İbn Dinar deyir ki, əgər bir insan sadiq deyilsə, siz ona deyin ki, özünü yorma. Özünü yorma, çünki əməl qəbul olunmur sadiq deyilsə, ixlaslı deyilsə. İbn Qayyim deyir ki, bir qəlbdə ixlas və tərif sevgisi, insanların əlində o mal, mülkü olan tamah sevgisi, bir qəlbdə bunlar ikisi cəm ola bilməz. Həm ixlas, həm də tərif sevgisi, insanların tərifinə olan istək, insanların əlində mal, mülkü olan tamahkarlıq. Bu ikisi ixlasla bu bir qəlbdə cəm ola bilmir, suyla od bir yerdə cəm olmadığı kimi. Balıqla, yəni o balığı yiyən o kərtənkələ, böyük kərtənkələ, onlar ikisi bir yerdə cəm olmadığı kimi qəlbdə də bunlar ikisi cəm ola bilməz. Allahla sadiq olan insanın ibadətində əsas məqsədi Allah Teala'nın bu ayəsini tabi olmaqdır. Allah Teala bu Ənam surəsində deyir ki, mənim namazımda, qurbanım və bütün ibadətim, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Və insanlara yaxşılıq etməkdə, insanlara ehsanda, insanın məqsədi bu ayədir. Allah Teala buyurur, İnnəmə nut'imukum, biz sizi yedizdiririk, ancaq Allahın üzünü istəyərək. Və sizdən nə bir mükafat, nə də təşəkkür istəmirik. Və insanın əməllərini ən çox korlayan şey, öcüb, özündən razılıq və öz nəfsindən hesab etmək. Quran oxuyur, özündən hesab edir ki, sanki özüdür bunu eləyən. Mənəm, mən oxuyuram, mən belə, mən elə. Sədəqə verir, mən belə. Kasıblara, yetimlərə, miskinlərə kömək eləyir, mən eləyirəm. Və insanın əməlini xarab eləyən, korlayan, batil eləyən ən pis əməl budur. Qəlbdə olan özündən razılıq, özündən görmək, özündən hesab eləmək. Hər hansı bir yaxşı əməli sanki özüdür özünü müvəffəq eləyən. Və insanın da ən çox islah eləyən şey Allah Teala'nın minnəti, Allahın lütfü, Allah Teala'nın müvəffəqiyyətini dərk eləməsi, şahid olması ki,
Yəni hər bir işdə zərrə qədər balaca əməl olsa da və yaxud da böyük etdiyi yaxşı əməl olsun, Allahın müvəffəqiyyətidir, Allahın lütfüdür, Allah Teala'nın yardımıdır. Və insanı ən çox islah edən şey budur ki, daim hər şeydə Allaha möhtacdır. Və beləcə insanda ixlas yaranır. İmam Qurtubi rəhməhullah deyir ki, alimlər demişlər, sən öz imanınla, əməllərinlə, namazınla, orucunla, başqa yaxşı əməllərinlə özündən razı olma. Ucub olmasın. Bunlar hamısı sən eləməyinə baxmayaraq, bu Allahın lütfüdür. Bunu sənə verən Allah Teala'dır, bu Allahın sənə xeyridir. Nə qədər bununla fəxr eləsən də, nə qədər bununla öyünsən, sanki kimə bənzəyirsən? Başqasının əşyası ilə öyünən birisinə bənzəyirsən. Sənin deyil, başqasınındır. Əgər belə olsa, səndən alınar bu şeylər. Ondan sonra sən xeyirsiz bir insan kimi qalarsan. Xeyirsiz birisi. Vakı deyir ki, bu elə bir şeydir ki, bunu ancaq sadiq insanlar başa düşürlər. Yəni, insan hər şeyi Allah Teala'dan umması, Allah'tan bilməsidir. İbn-i Qayyim rəhməhullah salamat, sadiq, səhih qəlbi vəsf edir. Bu insan ki, onun qəlbi salamatdır, sadiqdir, sağlamdır. Bunu vəsf edir. Deyir ki, bu o şəxsdir ki, onun əsas dərdi, hamısı yalnız Allah'tır. Sevgisi yalnız Allah üçündür. Məqsədi ancaq Allah'tır. Bədəni Allah'a xidmətdədir. Əməlləri Allah üçündür. Yatmağı Allah üçündür. Oyanması Allah üçündür. Allah'tan danışmaq, Allah barəsində danışmaq onun üçün bütün danışıqlardan daha sevimlidir. Fikirləri, düşüncələri ancaq Allah Teala'nın razılığı, Allah'ın sevdiği şeylər ətrafında fırlanır. Və həmçinin demişdir ki, Allah Teala'ya yaxın olan xüsusi insanların, onlar üçün mübah olan şeylər, mübah nədir? Yəni, yemək, içmək məsələ belə şeylərdir, mübah şeylər. Bunların o mübah əməlləri, itaətlər, ibadətə çevrilir niyyəti ilə. Hər hansı bir mübah əməl, yatmaq, yemək, içmək, gəzmək, söhbət eləmək, yaxşı niyyətlə Allah'a yaxınlaşdıran bir ibadət olur. Bununla insan uca dərəcələri əldə edir. Amma kim buna nail olur? O kəs ki, onun qəlbi din sevgisi iləndir. Qəlbi dinə meyillidir, dünyaya yox. Və İbn-i Seyyid Rəhməhullah deyir ki, müvəffəq insan yeməyini ibadət edə bilər, içməyini ibadət edə bilər, geyinməsini ibadət edə bilər, daxil olması harasa çıxmasını ibadət edə bilər, hətta insanlarla oturmasını belə ibadətə çevirə bilir. Misal olaraq, necə ola bilər? Misal üçün, yemək. İnsan yeyir, yeməmişdən əvvəl niyyət edir ki, Allah Teala'nın əmrinə tabi olum. Allah Teala buyurur, və kulu vaşrabu, yeyin və için. İkincisi, yeməmişdən əvvəl niyyət edir ki, yəni bədənində güc olsun, bədənində qüvvət olsun, nəfsi qorunsun. Çünki bədəni qorumaq Allah tərəfindən əmr olunmuşdur. Çünki xəstə olansa insan ibadəti düzgün edə bilmir. Bəzən olur ki, suyu istifadə edə bilmir. Və üçüncüsü, yeməsi ilə, içməsi ilə Allaha ibadətə taqəti olsun, bu niyyət edir. Dördüncüsü, yeməsi ilə, içməsi ilə Allah Teala'nın kərim olan, razzaq olan Allah Teala'nın neymətlərindən istifadə edim. Bu niyyət olur. Çünki kərim olan, razzaq olan Allah Teala sevir ki, insanlar onun lütfündən istifadə etsinlər. Yəni, yeməkdən imtina etmək olmaz da. Allah veribsə, insan yeməlidir. Və Allahın verdiğini içməlidir. Və o niyyətlə ki, Allahın niməti, Allahın lütfüdə istifadə edin. Misal üçün deyir, Allah Teala'nın misalı daha ucadır. Misal üçün, insanlar içərisində bir hörmətli adam, bir imkanlı adam, adlı sanlı adam ziyafət təşkil edir, yeməyə dəvət edir
İnsanlar da gəlirlər. Bu insan onların yemədən oturmağını istəyir, yoxsa yemələrini istəyər? Əlbəttə yemələrini istəyər. Çünki kərim insandır, əli açıq, səxavətli insandır. Yemək, ziyafət təşkil istəyir, yesinlər. Allah Teala'nın misalı daha ucadır. Allah Teala insana nimət verib, insan Allahın nimətindən istifadə etməlidir. Lakin həddi aşmadan, israfa yol vermədən. Bir dənə də oxuyaq, saxlayaq, yoxsa vaxta var. Və Allahla sadiqliyə nümunələrdən əməli və etdiyin yaxşı əməli insanlardan gizlətməkdə sadiq olmaq. Deməli, etdiyin yaxşı əməli, salih əməli insanlardan gizlətməkdə sadiq olmaq. Sadiq insan, Allahla sadiq olan insan heç vaxt məşhurlaşmaq üçün seyləmir. Əyyub Əs-Sıxtiyan deyir ki, kim ki şöhrət sevirsə, o insan heç vaxt sadiq ola bilməz. Məşhur olmaq istəyən, şöhrətpərəstlik istəyən sadiq ola bilməz. Çünki bu insanın əsas fikri zikri özünə xeyir, cəmiyyətə xeyir, ümmətə xeyir verməkdir. Harda olmasından asılı olmayaraq. Allah Resulü sallallahu misal çəkir. Hansı ki, Allah Teala'nın sevdiyi insan misal çəkir. Bu insan, təqvalı insan, Allahın sevdiyi insan kimdir? Əgər döyüşdə, Allah yolunda qoşundur, döyüşə gedirsə, əgər onu keşiyə qoyurlarsa, keşikdə durur. Əgər orduda arxada qoyurlarsa, arxada durur. Yəni, bu insana maraqlı deyil də, dünyavi vəziyyəti necədir? Dünyada insanlar arasında mövqeyi, tanınması necə bunu maraqlanır? Bunun əsas dərdi Allah yanında olan hörmətidir. Və bir dənə misal götürək, bunu saxlayaq. Çalışmada komandir olmağa. Məsləmə İbn Abdülməlik Rumluların, xristiyanların bir qalasını mühasirəyə alır və qalanı fəth eləmək çətinləşir, orduya çətin olur. Və insanları rəğbətləndirir ki, qalanı, yəni qala divarını deşmək və içəriyə daxil olmağa rəğbətləndirir. Və qala divarını deşirlər, lakin heç kəs girə bilmir. Və rəğbətləndirir kimsə daxil olsun ki, yəni imkan yaratsın ki, ordu girsin, qalanın qapılarını açsınlar. Və bir kişi ordudan bir nəfər gəlir və daxil olur və Allah Teala onun səbəbi ilə qalanı fəth edir. Və Məsləmə İbn Abdülməlik uca səsdən səsləyir. Deyir ki, yəni içəri girən insan kimsən? Heç kəs gəlmir. Yenə deyir, mən əmr edirəm ki, kim idisə gəlsin. Və bir kişi gəlir, deyir ki, yəni əmrin yanına gəlməyə, içəri girməyə mənə izin istəyin. Deyirlər, sənsən. Deyir, mən gəlib deyəcəm kimdir, xəbər verəcəm. Və Məsləmə gəlir və ona xəbər verir, ona izin verirlər. Deyir ki, o içəri girən insan 3 şeyi sizdən tələb edir. Deyir, onun adını yəni xəlifəyə məktub göndərəndə adını o məktubda yazmayın. Və ona hər hansı bir şey mükafat verməyə də əmr etməyin. Və soruşmayın ki, o kimlərdəndir. Və sonra o da söz verir ki, yaxşı olacaq və o deyir ki, o mənəm. Və Məsləmə, hansı ki, bu orduda komanda olur, başçı olur, əmir olur, deyir, hər namazından sonra dua edir, deyir, Allahım məni o insanla birlikdə elə. Baxdı, bu kişinin adını tarix bizə çatdırmadı. Bu şücaətli müsəlman, hansı ki, xristiyanların qalasının fəth olunmasına səbəb olmuşdur. Adı yazılmadı, amma ona heç bir zərər olmadı bundan. Özünü təhlükəyə atdı müsəlmanların, İslamın yardımı üçün. Lakin adı harada yazıldı? Allah yanında. Allah Teala buyurur Taha surəsində fi kitabin, elə bir kitabda ki, la yadillu rabbi və la yensə, Rəbbim nə unutmur, nə də ki, xata eləmir.
Və Allah Teala'dan istəyirəm ki, bizi sadiqlərdən etsin.